Məhəmməd Tank Abbaszadə Muay Thai və kickboksing üzrə peşəkar döyüşçü. 10 ildir ki, mən artıq idmandayam. Necə oldu qərara gəldiniz ki, bu idmanın bu növündən məşğul olasınız da? Yəni bizim bildiyimiz daha fərqli, daha belə yayğın olan idman növləri var. Yumruq təpiyi atmağı xoşlayırdım. Siz çox gəncsiniz, 21 yaşınız var. Hələ necə deyirlər, hələ nə döyüşlər olacaq qabaqda. 10 illik təcrübənizdə harda səhv elədiyinizi düşünürsünüz? Elə bir, yəni hələ o qədər təcrübəm yoxdur məncə. Hələ səhv elədiyimi də düşünmürəm. İnşallah eləmərəm də. Ən güclü rəqibin kim olub? Ən güclü rəqibim Firetex liqasında mərakeşli döyüşçü Otman Ruhani olub. Yəni çox təcrübəli döyüşçü idi, məndən qat-qat təcrübəli idi. Yəni fənd baxımından güclü yoxsa? Yox, təcrübə baxımından təcrübəli idi məndən. Döyüşdüm ondan, məğlub oldum ona, amma yəni başa-baş döyüşdüm ona. Yəni bir xalla hesabına məğlub oldum. Sonra kimi döyüşdüm. İdman karyeran haqqında. Yəni məsələn evdə necə qarşıladılar? Kim sənə dəstək oldu? Kim mane olmağa çalışdı? Özün doğrudan da bu 10 il ərzində necə qərara gəldin ki, axı keş bunu seçməyərdim Məhəmməd. Başqa belə bir anlar oldu mu? İndisində də yəni anam deyir ki, yəni bu nə sənətçi seçmisən? Əlin, qolun əzilir, ayağın əzilir. Amma yəni idmana ilk başlayanda heç kim mən istəmirdi idmana başlayım ailədə. Deyirlər dərslərimi oxu, idman sonra olar. Mən çox israr elədim. Sonda idmana yazıldım. Sonra ilk dəfə yarışa getdim. İkinci yerə çıxdım. Ondan sonra evdəkilər də sevindilər. Elə uğurlarım davamlı oldu. Bəs təhsil alırsan, yoxsa alırsan? Hal-hazırda Türkiyədə universitetdə oxuyuram. Yəni idman fəaliyyətin təhsilinə mane deyil. Xeyr, idman üzrə oxuyuram yəni Türkiyədə. İlk məşq gününü və ilk yarış gününü necə xatırlayırsan? İlk məşq günüm hələ də yanımdadır. Müəllim məni bəyənmişdi, demişdi sən, yəni gələcəkdə yaxşı olacaq. O həyəcanınızı biraz aça bilərsiniz? Mən hələ də yəni idman zalına hər girdiyimdə ilk məşq günündəki kimi oluram. Yəni indi də elədir. Bir neçə dəfə qalib gəlmisiniz müxtəlif yerlərdə. Qalib gəldiyiniz ölkələrin adlarını sayırsınız olmasa və bu uğurlara gedən yolda ən böyük çətinliyiniz nə olub? Yəni bu idman elədir ki, yəni çətinliklərlə tez-tez qarşı-qarşıya gəlirsən. Yəni ilk növbədə yəni məncə mənə ən çox çətinlik yaradan yəni maddi çətinlik olub. Yoxsa belə çətinlik, yəni həmişə özüm əziyyət çəkmişəm. Yəni məşqdən kənarda özüm həmişə uşaqlıqdan hər səhər durub özüm məşq edirdim. Ondan sonra məşqə gedirdim, gəlirdim. Yarış olanda məşqdən sonra da yenə də özüm evdə də gəlib məşq edirdim. Öz üstünüzdə davamlı çalışmaq. Bəli. Gənclərə belə də deyə bilərsiniz ki, hansı idman sahəsinə gedir, getsin, nə işlə məşğul olsun, davamlı, necə deyirlər? İradəli şəkildə, əzmli şəkildə çalışmaq lazımdır davamlı. Qalib gəlmək üçün əsas taktikanız nədir? Qalib gəlmək üçün məncə ən yaxşı taktika, yəni döyüşdə ağlı işlətməlisən. Yəni geri çəkilməməlisən. Yumruq başa dəyəndə ağıl işləyir? Bəli. Yumruq başa dəyəndə də ağıl işləyir. Yəni döyüşdə qabaqcadan düşünməlisən nə edəcəyini. Girib o döyüş ortasında düşünmək, yəni biraz çətin olur. Qabaq ringə girməzdən qabaq rəqibi araşdırmalısan. Ona nə edəcəyini qabaqcadan fikirləşməlisən. Yəni ringdə ağılla hərəkət etmək lazımdır. Yəni hər şey, yəni fiziki gücdən ibarət deyil döyüşmək. Ağıl, iradə, xarakter, əzm. Döyüşlərdə mental hazırlığın fiziki hazırlıq qədər önəmli olduğunu düşünürsünüzmü? Bəli, məncə daha önəmlidir o fiziki hazırlıqdan. Çünki insan birinci növbədə yəni psixoloji hazır olmalıdır döyüşə. Yəni psixoloji hazır olmasan, yəni qazana biləcəyin rəqibə asan şəkildə məğlub olarsan. Biraz da egoist olmamalıdır da döyüşçü. Bəli, yəni çox zaman olur ki, yəni egoist döyüşçü, yəni əsəbləşə döyüşçü uduzur. Halbuki ondan güclüdür, amma əsəbi olduğu üçün özünü idarə edə bilmir, uduzur. Bir də gələcək planlarınız və məqsədləriniz mənə çox maraqlıdır. Yolun başlanğıcındasınız, amma 10 ildə geridə qoymusunuz. O geridə qoyduğunuz illər gələcək illərinizə necə təsir edəcək? Özünüzü haralarda görürsünüz? Hədəfimiz, yəni bu idmana ilk qədəm qoyduğum gündən hədəfim dünyanın ən yaxşı təşkilatı olan Glory təşkilatıdır. Orada döyüşmək, orada Azərbaycan bayrağını dalğalandırmaq, inşallah ki, öz həmyerlərimizi, vətənlərimizi sevindirməkdir. Hər döyüşə gedəndə ən çox arxanızca həsrətlə baxan kimdir? Hər döyüşə gedəndə ən çox atam maraqlanır. Səs atır mənə WhatsApp-da, telefondan zəng edir ki, diqqətli ol, ehtiyatlı ol, əzilmə, özünü qoru. Amma hər dəfə əzilib gəlirsiniz. Hər dəfə də əzilməmək qaçılmazdır zədə. Azərbaycanda bir çox gənc var ki, sizin seçdiyiniz idman sahəsinə maraq göstərirlər. Onlar üçün xüsusi, indi siz 10 ili geridə qoyduğunuz üçün biraz necə deyirlər, təcrübəli sayılırsınız, amma yaş baxımından hələ gəncsiniz.
həmin uşaqlara hardan başlasınlar? Düzgün addım nədir? Gənclərə də məsləhət görürəm ki, yəni özləri, yəni ürəklərinə hansı yol yatırsa, yəni özlərin harda görürlərsə gələcəklərini, yəni o yolda irəliləsinlər. Yəni oxuyub gələcəkdə alim ola biləcəksə, yəni yaxşı səviyyədə oxuyacaqsa, yəni oxumağın arxasınca getsin. Yoxsa yəni yaxşı döyüşçü, başqa sahədə də, yəni başqa sahəyə, hansı sahəyə həvəsi varsa məncə o yola yönəlsin. Seçdiyiniz sənət sizə nə verdi və həyatınızda nəyi dəyişdirdi? Uşaqlıqdan elə döyüşçüyəm. İdmançı gücün yalnız ringdə göstərər, ringdə sınayar. İdmançı üçün yəni küçədə dalaşmaq yaxşı bir hal deyil. Döyüş zamanı yaşadığın ən yadda qalan təsirli an hansı oldu? 2023-cü ildə döyüş növləri üzrə dünya çempionatı vardı İtaliyanın Carrara şəhərində. Orada yarı final döyüşündə İtalyan rəqibimə qarşı döyüşürdüm. Birinci raundda əlim sındı, barmağım. Qırıldığını hiss elədim. O döyüşü davam elədim. 2-ci raund, 3-cü raund qalib gəldim döyüşü. Ondan sonra da finala yüksəldim. Finalda da qırıq əllə döyüşüb qalib gəldim. Sizə Məhəmməd Tank deyə xitab edirlər. Məhəmmədi başa düşdük, tərifə layiq. Tank niyə? Tank yəni döyüş stilimlə bağlı. Yəni dostlarım baxırlar döyüşlərimə, uşaqlıqdan deyirlər tank kimidir. Yəni rəqiblərim bir qədər həmişə məndən uca boylu olurlar, mən balaca boy. Amma buna baxmayaraq mən üzərinə yürüyürəm, yəni rəqiblərin. Buradan da gənclərə bildirmək istəyirəm ki, yəni tutduqları yol əgər onları irəli aparacaqsa, ətrafları üçün, yəni ətrafları özləri üçün zərərli olmayacaqlarsa, maddi problemlərə və digər sıxıntılara fikir verməsinlər, yollarında sürəkli davam eləsinlər. İnşallah ki, bu yol onları yəni son mənzilə çatdıracaq.